Qəbələdə sotu 500 manata 2 hektardan çox ərazimiz satışa çıxarılıb, dəyərli izləyicilərimiz. Ərazimiz Qəbələ rayonunun Yemişanlı kəndində, asfalt yoldan 600 metr içərisində. Demək olar ki, 3 tərəf hasarlıdır, qalan tərəflər çəpər hasardır, yəni bilirsiniz. Ərazi, dəyərli izləyicilərimiz, cürbəcür meyvə ağacları var içərisində. Ən çox qeyd edim, bax bu gördüyünüz ərazi 2 hektardan da çoxdur. Amma biz 2 hektar adından belə hesablayırıq təqribi. Cürbəcür meyvə ağacları və fındıq ağacları. Yəni 1 ton, bəlkə də 1 tondan da çox, indi dəqiq bilmirəm summasını. Yəni bir neçə kiloqram burada hər il fındıq qəbul olunur. Yəni meyvə ağacları alması, alçası, şaftalısı, bəhlisi, yəni bunlar hamısı da var. Dəyərli izləyicilərimiz, sənədimiz qeyd edim, 12 sot rəsmi çıxarış var yol tərəfdən. Yəni içəridə bünövrə də var, oranı göstərə bilər operator. Ev tikmək istəyiblər, amma saxlayıblar. 12 sot rəsmi çıxarış var. Qalan, yəni 1 hektar 88 sotu zəbtdir. Yəni bu torpaq ərazisinə aiddir, amma zəbti var. Yəni zəbti qeyd edin. Baxın, ilk öncədən qeyd edirəm ki, sizə intiməsin, qardaş, sənəd nədir? 12 sot rəsmi çıxarışdır, qalan yeri zəbtdir. Cəmi biz hər sotuna 500 manat pul istəyirik. Qiymət də endirim olmayacaq, bu da sondur. Ətraflı məlumat üçün dəyərli izləyicilər, səhifədə nömrə qeyd olunub. Zəng edirsiniz, məlumat verə bilərik.